Paltarlar da o belə olsaydı çox qəşəng olmaz mıydı qızlar? Hayır. Deyirəm də alışverişə gedək. Ən son 2-3 gün öncə getmişdik. Nə vaxtdan da getmirik. Hə, Çox yaxşı olar. Gedək, mütləq gedək. Qapıya doğru gəlin qızlar. Gözlüyün qapını çəkdik. Mədinə kiliddə. Hə, yox, xəbərlərdə demişdilər. Siz də eşitdiniz. Gəlin. Maşınımız ustadadır, piyada gedək. İdman kimi bir şeydir, bir şey olmaz. Aha. Heç sevmirəm əslində ayaqla getməyə, maşınla Ay, mən getməyə. də. Əslində şeydir, şoferimiz də var idi. O da bu gün işə gəlməyib, nə bilmirəm nədənsə. Xəstələnib ona görə. Deyəsən xəstə, hə, mən də. Hələ Mən də elə bir şey işdə, mən elə demişdi. demişdim. Mən də elə demişdi, bilmirəm. Tam bilmirəm. Gələk taksi. Amma sən get elə dedin. Mədinə, gəl. Azmə düşüb telefon. Orada da paltar mağazası var, amma biz alış-veriş mərkəzindən eləyək. Oraya gedəcəkdin sən. Mən də alış-verişdən eləyəyim. Kaş ki taksi çağırsaydıq, amma heç nə olmaz, ayaqla gəldik, bir şey olmaz. Çox qəşəng paltarlar. Evet. Həm yemək də yeyərik bəlkə. Məncə yemək də yeyək. Gəl Tarık, gəl. Məncə yemək də yeyək. Yemək yeyərik. Bari o qədər əziyyət çəkib gəlmişik. Bu qədər yol gəldik, acdıq da. Çox acıq. Mütləq. Çox acıq. Evet. Həkimə günorta yeməyində ən son nə yediyimi xatırlamıram. Deyəsən kartof qızartması yemişdim. Burada da gəldik hamburger, pizza, bir şey olmaz. Tost yemişdim. Avokadolu tostum. Ben valla. İlk öncə paltarlar bölümü. Yemiştim. Evet. Mən restoranda yemişdim, bayaq restoranda. Bir şeyler alaq. Ya da deyirəm ki, bundan sonra restorana çıxıb gedək, burada yeməyək. Gəlin paltarlardan. Üstünüzə də niyə xoşunuza gələni alın. Bütün pullar məndən bu arada. Hansı? Az yok. Ben de vereceğim pul. Ay, tamam. Ev yok kız. Tamam. Ben özümkileri götürdüm. Ay qızlar bol alış-veriş elədik. Gəlin gedək. İndi də restorana gedək. Restorana tamam. Allah pul verin. Ha? Bu kim? Bu kimdir? 10 gündür bu köflü ekmeği yiyirəm. Ne olur kömək eləyin. Gəl onda biz paltarı almışdıq. İndi sənə verərik. Gedək indi restorana gedirik. Gəl sən də yemək ismarlayaq. Çok sağ ol. Allah sizden razı olsun. Gəl gedək. Ay bir şey diyeyim. Tamam gel. Bir şey değil. Gel. Bizimlə gəl. Qızlar siz də gəlin, burada restoran açılıb yeni. Çox qəşəng deyirlər bütün dostlarımız. Hamı getdi. Biz niyə getmirik? Kimlə nə istəyimiz var? Evet çok haklısın. Gel. İyiler çok lan teşekkür ederim. Paltarlarınız xoşunuza gəldi bu arada. İstəyirsinizsə biraz da pul ver. Ana pul ver. Allah. Bu arada iş qoydu. İşə yazdırdık biz sizi. İşə yazdırdık. Artıq sabahdan da işə gələrsiniz. Çalışıb öz pulunuzu qazanmağa çalışarsınız. Bu ən doğrusu işdir. Tamam. Sağ olun. Gəlin qızlar biz də gedək evə. Axşam oldu. Çox sağ olun. Heç dəyməzdi. Neyse gəlin qızlar. Ay hayır. Evə gedək, mis kimi yuxu gələk. Xidmət. Skuter götürüblər yesinlər. Yox, məncə ayaqla O gedək. kadar şey yedik. Məncə də velosiped sürməyə Gezək biraz ərdək yediklərimizə çox kilo alacağıq. Ay mən heç kilo alanmaram. Mən də heç kilo almaram. Evet. Gəlin gedək. Zorla diyet eləmişəm. Ay Hayır, mən də o kadar Allah diyet haqqı. saxlamışam axırda. Gidək Körləyəm kilo var. almaq. Ay səslənməsi belə çox kötü. Neyse. Gəlin qızlar evə. Aha. Açar Tahirədə deyəsən. Aha. Tahirə aç qapını. Bu gündən sonra televizor izləmək çox qəşəngdir, amma məncə şəvər evdə. Sabah izləyərik məncə. Çox yorulduq. Amma içimə qəribə bir huzur, mərhəmət qatdı. Sizin də. Ay hayır. Gəlin, yatağımızı çıxaq yataq. Qızlar yuxarı gəlin. Ev yanır. Yardım edin. Yardım edin. Hər yer yanır. Kimsə səs gəlir. Sizi halal edin qızlar. Bura qədərmiş. Sizlə çox yaxşı dost olmuşduq, amma heç olmasa ən azından bir yerdə öləcəyik. Yanğın söndürənlər. Kömək ilə xahiş edirik. Bir daşıyacağım. Ay nefesim kesilir. Mənim də yardım edəsiniz. Duman çox pisdir həqiqətən də. Ev çox pis yanır. Aşağı da sıçrayır.
Yardım eləyin. Yardım eləyin. Tahirə. Aşağı gelin benden, burası güvenlidir. Yardım eləyin. Halım belə qalmayıb yürüyəcək. Sizdən tutum yürüsəm olar. Olar. Ay, çox başım ağrıyır, yıxılacağım. Bir dəqiqə. Bir dəqiqə də gəlirik. Qapını açın. Mədinə, qapını aç. Çox yaralıyam. Bir açsın qapını. Mədinə, gəl. Kimsə alovları söndürsün. Tahirə. Gelin kapıya. İşıqları söndürün. Alovları söndürün. Yanğın söndürən bəy. Evet. Evimiz. Olabilmez. Bütün mal varlığımız getdi. Villamız. Villamız getdi. Türkçen yakınlaşma. Neyse həyatda Buraydı. həyatda qaldığımız belə möcüzədir. Yəni ona belə şükür etməliyik. Evet. Ama bu nece olabilir? Söndürün. Parmalıyam Bu sizi. ne oldu? Çok yaranız var. Arkalar Siz atlıyor. kızlar yanmamışsınız. Çox yandım mən. Harda oturacağıq? Arkamda yerler var. Tez onlara seçin. Oturduk. Qızlar, siz yaxşısınız? Yaxşıyam. Hə, yaxşıyam. Mən də hərəkət eləyə bilmirəm. Amma evimiz söndü deyəsən. Mən də eşitdim. Ay söndü ama içerideki her şey yandı. Amma Yaxşısınız. yaxşı. Yanğın söndürən dedi ki, içəridəki əşyaları da qurtardıq. Əsas heç kimin qalmamasıymış. Doğru değil kim deyibsə. Digər yanğın söndürənlər bizə elə dedi. Mənə elə dedi daha doğrusu. Ad neymiş? Bilmirəm adını. Əsas yaxşı. Deyəsən Ömər bəy idi. Əsas bizim sağ olmağımızdır. Bizim gel. Mən də güclə qalxıb gəlməyə çalışdım. Müdürümüzdür. Hə. Çox yaxşı adam idi. Qızlar güclə gəlirəm. Tahirə var sanırım burada. Tahirə. Gəldim mən də. Türkçen. Tutdum. Necəsən? Yaxşıyam. Mən də yaxşıyam. Görüm əlinə necədir? Mədinə. Aa kızlar. Bu bizim yardım ettiğimiz evsiz adam değildi. Aa, bir de Aynen. biz sen yangın Ben söndürmenlik işine koymuştuk ama Yaxşılığımız geri döndü. Ama bir şey diyeceğim kızlar. ne? Məncə bu yanğın öz-özündən çıxmaz. Biz işıqları, elektriki evdə çıxarkən boş-boşuna yanına qoymuruq. Məncə bu işin içində bir iş var. Əgər bu videoya 5 like, 10 like gəlsə, onda bu videonun davamı gələcək. Görəsən evimizi kim yandırıb? Sağ ol.